hər vaxtınız xeyir olsun. Bu gün sizinlə sertifikasiya imtahana düşə biləcək bəzi test suallarının izahına baxacağıq, nümunələrə. İzaha keçməmişdən öncə xatırlatmaq istəyirəm ki, əgər bu tip videoları bəyənirsinizsə, bəyənib yorum yazmağı və müəllim yoldaşlarınızla bölüşməyi unutmayın. Gəlin baxaq birinci suala. Bu arada izaha keçməmişdən öncə bir şey də deyim ki, istəyirsinizsə videonu dayandırın, özünüz həll edin. Və yenidən videoya baxın, görün, sizin tapdığınız cavabla bu cavablar üst-üstə düşəcəkmi? Hətta yorum hissəsində nə qədər düz yazdığınızı da qeyd edə bilərsiniz. Baxaq birinci suala. Deməli, X və Y arasına gedən reaksiyanın kinetik tənliyini müəyyən edin. Gəlin, baxırıq ki, cədvəldir. Cədvəldə 3 dənə təcrübə verilib. 1, 2, 3. Və deməli, X maddəsinin qatılığı, Y maddəsinin qatılığı və sonda da sürət verilib, əgər diqqətlə baxsanız. İndi gəlin cədvəldə nəticə çıxardaq. Bizdən nə istəyir? Fikir verin, birinci təcrübədə X-in deməli, qatılığı nədir? 0,1. Y-in də qatılığı nədir? 0,1. Bu zaman sürət neçədir? 0,9. İkinci təcrübəyə fikir verin. Y-in qatılığı sabit qalıb, X-in qatılığını 3 dəfə artırmışıq. Bu zaman sürət nə qədər artıb? 3 dəfə artıb. İndi üçüncü təcrübəyə baxın. X-in qatılığını sabit saxlamışıq bu dəfə. Y-in qatılığını 3 dəfə artırmışıq. Bu zaman sürət nə qədər artıb? 0,9 idi, olub 0,81. Yəni 9 dəfə artıb. İndi biz buradan reaksiyanın əmsallarını müəyyən edə bilərik. X üzərinə gəlsin, Y yazsaq. X əgər qatılığını 3 dəfə artırmışıqsa və reaksiyanın sürəti 3 dəfə artıbsa, bu deməkdir ki, X-in əmsalı 1 olub. Ki, biz 3-ün üstündə nə isə yazmamışıq. Y-ə baxırıq ki, Y-də 3 dəfə artıranda reaksiyanın sürəti 9 dəfə artıb. Yəni, o zaman Y-in əmsalında 2 var imiş ki, biz bunu 3 dəfə artıranda qatılığı 3 üstü 2 olsun, 9 olsun. Reaksiyanın sürəti 9 dəfə artmış olsun. Reaksiyanı yazdıq, bizdən kinetik tənliyi istəyir. O zaman deyirik ki, V bərabərdir, K vurulsun, Cx vurulsun, Y-in qatılığı, yəni Y-in qatılığının kvadratı. Çünki əmsalı da yazmalıyıq. Sonra növbəti sual, ikinci suala baxaq. Həcmi 1 litr olan qapalı qabda. Deməli, həcmi 1 litr olan qapalı qabda dəm qazı və oksigenin reaksiyası zamanı tarazlıq anında maddələrin qatılıqlarının nisbəti tənlikdəki əmsalların nisbəti kimi olarsa, başlanğıc anında maddələrin kütlələrinin cəmini hesablayın. Tarazlıq sabiti də 0,5-dir. Dediyini yazaq, reaksiyanı, deməli, dəm qazı üzərinə oksigen gələndə alınır karbon qazı. Əmsallaşdıraq, 2 bura düşür, 2 də bura düşür. İndi, başlanğıc sərf olunan tarazlıq bizə bir şərt verib. Tarazlıq anında maddələrin qatılıqlarının nisbəti əmsalların nisbəti kimidir. Əmsalların nisbəti nədir? 2, 1, 2. O zaman deyirik 2x, x və 2x. Biz bilirik CO2-nin başlanğıcı 0-dır. Əlimizdə məhsul yoxdur, başlanğıcı 0 olur. O zaman alınanda 2x olur. Əgər karbon qazından 2x alınıbsa, bu zaman oksigendən x sərf olunub. CO-dan da 2x sərf olunub. Cəmləyəndə deməli 4x, bu isə 2x edir. İndi bizə nə deyir? Başlanğıc halda maddələrin kütlələrinin cəmini istəyir. Biz bunun üçün x-i tapmalıyıq. Onun üçün də nə var? 0,5 tarazlıq qatılığı. Biz demişik, KT-ni nə ilə hesablayırıq? Tarazlığın qarşısındakı rəqəmlərlə. Yəni KT bərabərdir, deməli 2x-in kvadratı 4x-in kvadratı bölünsün, 4x kvadrat vurulsun x. Bərabər nəyə? 0,5-ə. Oradan da x-i tapırıq neçə? 2. X 2 imiş. X əgər 2-dirsə gətirib yerinə qoyanda 4-2-nin 8 mol CO, deməli 2-2-nin 4 molda oksigen var. 4 molda oksigen. Cəmləsək, cəm eləyəcək 352, yəni düzgün cavab B variantı. Çünki bizdən kütlələrin cəmini istəyir. Deməli, baxaq üçüncü suala. Yenə cədvəl sualıdır. Eten və buten yanmasına sərf olunan oksigenin kütləsi M1 və M2. Yanmasından alınan suyun kütləsini istəyir. Hər ikisini yandıraq, deməli, həm eten, həm buteni. Sadəcə şərtdə hər ikisinin suyunun kütləsinin eyni olduğunu verir. Burada diqqətli olaq. Deməli, C2H4 oksigenlə yansa, karbon qazı və su verəcək. Əmsallaşdırsaq, 2 düşəcək bura, 2 bura, oksigen də qabağına, deməli, düşəcək 3.
C4H8-i yandırsaq, çünki buten də yanmalıdır oksigende. 2 mol CO2, 4 mol CO2, 4 mol su və 4 2-nin 8, 4 4-ün 4, 12, 6 mol oksigen. Bəli, normalda fikir verin, bizə nə deyir? Etenin yanmasına sərf olunan oksigeni butenə bölürük. Amma bir dənə də şərt var. Kütlələrin bərabərdir. Biz bunların kütlələrini bərabər götürmək üçün nə etməliyik? Eteni 2 mol nisbətində götürməliyik. Ona görə də 2 götürsək, hər tərəfini 2-yə vursaq, bu 2, bu 6, bu da 2, bu 4, bu da 4 olacaq. Bəli, o zaman deyirik ki, ikisinin də oksigenin kütləsi bir-birinə bərabərdir və biz onları bir-birinə böləndə cavab edəcək 1, yəni A variantı. Deməli, 3-cü suala baxaq. 445 qram alanindən 0,5 mol deməli polipeptid alınmışdır. Bu zaman alınan suyun kütləsini hesablayın. Biz bilirik, yəni bu polipeptidin alınması nə qədər amin turşu birləşirsə, o qədər, misal üçün 3 amin turşu birləşsə tripeptid alınır və ondan 1 mol az su alınır. Misal üçün 3 amin turşunun birləşdiyi yerdə su 2 mol çıxır. Peptid rabitəsinin sayı olur nə? Tripeptid. İndi burada da deyir ki, 445 alanindən 445-dən daha doğrusu 0,5 polipeptid alınır. Biz bilirik ki, reaksiya normalda misal üçün 3 amin turşunu birləşdirir və yaxud N amin turşu deyək də, birləşir və bizə verir nəyi? Peptid rabitəni. Yəni 1 mol olur. Bu N olsa da bundan 1 olur. Sadəcə peptidin sayı müxtəlif olur. Onu demək istəyirəm. O zaman deyirik ki, 445 0,5-dirsə, 445-ə 1 mol polipeptid rabitə. Çünki onun qarşısında həmişə 1 mol olur. Nə qədər alanin sərf olunub? X. X-i tapırıq orada neçə? 890. Alaninin də kütləsi neçədir? Hesablayanda alanin hansı birləşmədir ki? CH2, indi alfa alanin var, beta alanin var. Deməli, NH2, CH, COOH. Bəli, bunun kütləsini hesablasaq, 12-ni 3-ə vurub, üzərinə 32 gəlib, üzərinə 14 gəlirik və daha sonra isə hidrogenlərin sayını hesablayanda 89 edir. Deməli, biz alaninimizin birinin kütləsi 89-dur. Əgər əlimizdə 890 qram alanin varsa, deməli 10 mol götürmüşük. Əgər 10 mol amin turşu götürmüşüksə, o zaman reaksiyadan neçə mol su alınıb? 9 mol su alınıb. Amma bu onun 10 molu üçün olur. Amma biz baxdıq ki, 0,5-dir axı, 0,5 ilə getmişik, 1 moldan yox. Yəni biz əslində alanini 0,5 mol götürmüşük. O zaman suyu da 9 molunu 0,5-ə çevirsək, əslində yarısı qədər 4,5 qram mol suyumuz var. Qrama çevirsək, 4,5-i də vursaq 18-ə cavab edəcək 81. Düzgün cavab B variantı olacaq. Yenə deyirəm, əslində 445 ilə də gedə bilərdik, amma biz əsas çeviririk. Bəli, 10 mol alanin götürmüşük. 10 mol alanindən 9 mol su alınır. 9 mol sudakı 0,5 mol üçün hesablasaq, daha doğrusu bəli, axı biz reaksiya 0,5 ilə gedib, 1 moldan yox. Ona görə 9-un yenidən 0,5-ə vururuq. 4,5, 4,5-dən 18-ə vuranda cavab edir 81. Sonra deməli 5-ci suala keçək. Tərkibində 2 xlor atomu olan alkanın sinklə təsir etdikdə 13,6 qram sink xlor 2 və 5,6 qram alken alınır. Alkenin tərkibindəki sp2 hibridorbital sayı A ilə sp3 hibridorbital sayı B ilə işarə olunarsa, A-nın B-yə nisbətini bizdən istəyir. 2 xlor atomu, bəli, alkan dihalogeni törəmələrinə sinklə təsir edən zaman 1 mol sink xlor 2 ayrılır həmişə reaksiyadan. Və 1 mol sink xlor 2-nin kütləsi də ki, 136 edir. 136. İndi 136-ya əgər, fikir verin, 5,6-dırsa, daha doğrusu 136, 13,6-ya özü deyir. 13,6 sink xlor 2 alınıb, 5,6 qram alken. Deyir 5,6-ya 13,6-dırsa, normalda sink xlor 2-nin kütləsi 136-dır. 136-ya x. X-i tapırıq neçə? 56. Hansı alkenimizin kütləsi 56-dır? 14 N-dən tapsaq, deməli, N-i taparıq 4. Necə yazırıq alkeni? CH, 2 qat rabitə CH. sp2 hibridorbital hansılarda var? Bunda sp2, sp2. 3 bu, 3 bu.
1S 2P 3 etdi 6. Deməli A bərabərdir 6-ya. B neçədir? B isə bərabərdir. Bu da SP3-dür. Bu da SP3-dür. 4 8-ə. Bir də bərabərdir 8-ə. 6-nı da 8-ə bölsək, çünki 6-nı 8-ə bölməyimizi istəyir. Cavab edəcək 0,75. Yəni düzgün cavab olacaq C variantı. Sonra 6-cı suala baxaq. Deməli, bir dəqiqə 6-cı sual. Dissosiasiya dərəcəsi 60% olan 5 mol kalsium xlorikini suda məhlulunda hansılar doğrudur? 3 mol kalsium iyonu var, 3 mol xlor iyonu var, yoxsa ümumi iyonların miqdarı 9 moldur. Gəlin baxaq. Dissosiasiya dərəcəsi 60% isə deməli 5 molun hamısı parçalanmayıb. 5 molun 60% dissosiasiya edir. 5-in 60% edir neçə? 3. Kalsium xlor 2 dissosiasiya edən zaman biz bilirik kalsium 2 müsbətə və xlor mənfiyə parçalanır. Dissosiasiya edir. İndi 60%, 5-in hamısı yox, 3 molu parçalanıb. Biz baxırıq, 1 mola 1 ədəd kalsium, 2 mol xlor alınır. 3 mola 3 kalsium alınar, deməli, 6 da nə alınar? Xlor 2 alınır. Gəlin cavablara baxaq. 3 mol kalsium iyonu var, bəli, bu düzdür. 3 mol xlor iyonu var, xeyr, xlor iyonu 6-dır. Çünki daha da 3 dəfə artıq, bəli, 6-dır. Ümumi iyonlar miqdarı 9 moldur. 3 bu, 6-da bu, bəli, ümumi iyonlar miqdarı da 9 olacaq. Yəni düzgün cavabımız 1-3, B variantı olacaq. 7-ci sual. Deməli, 7-ci sualda deyir, oksigenin bərpası reaksiyasıdır. Fikir verin. Oksigenin bərpası reaksiyasıdır. Bu zaman hansı reaksiya gedir? Biz bilirik. Natrium 2O2-nin üzərinə karbon qazı gəlirik. Natrium 2O2-nin üzərinə, daha doğrusu kalium 2O4-ün üzərinə. Kalium 2O4-ün üzərinə karbon qazı gəlirik. Natrium karbonat, oksigen. Buradan da alınır kalium karbonat, oksigen. Əmsallaşdırsaq 2, 2, 2, 1 oksigenə düşür. 2, 2, 2, 3 də buradakı oksigenə düşür. Bizə nə deyir? Təzyiqin dəyişməsi. Əgər yadda saxlayaq, biz bunların ikisini də eyni molda götürəriksə, həm natriumu, həm də kaliumu, o zaman təzyiq dəyişməsinə fikir verin. Təzyiq deyəndə qazların moluna baxırıq axı. 2 mol karbon qazı, 2 mol karbon qazı. Reaksiya daxil olan karbon qazı 4-dür. Yəni 4 mol reaksiya qaz daxil olur. Alınana baxın, 1 mol oksigen, 3 mol oksigen. 4 dənə də oksigen ayrılır. Təzyiq bərabərdir, dəyişməyib. Əgər hər ikisinin molunu eyni götürsək. Birin bir ədisə dəyişməz. Amma indi bizə nə deyir? Deməli, əgər biz 1 mol natriumu, 2 mol kalium 2O4-ü götürsək, 1 mol natriumdursa, yadınızda saxlayın, bundan çox götürəndə, yəni 1 mol deyəndə 1-in 2-yə də, yəni 2-ni kalium 2O4-ü, yəni kalium 2O4-ü daha çox götürürük. Kalium superoksidi daha çox götürürük. Yadınızda saxlayın, bunu çox götürəndə kaliumdan olanı təzyiq həmişə artır, bunu götürəndə, çox götürəndə azalır. Səbəbi nədir? İndi gəlin yoxlayaq. Tutaq ki, biz bunu 4 mol götürürük. 4 mol bu olsun, deməli 4 mol bu olacaq, 4 mol bu, 6 mol da bu. Təzyiq dəyişməsinə fikir verin. Hələ natriumu dəyişməmiş ya. 2 bu, 4 bu. 6 CO2 reaksiyaya daxil olur. 1 bu, 6 bu. 7 oksigen alınır. Bəli, təzyiq artdı. Əgər biz kaliumu çox götürsək. Amma əksinə, natriumu çox götürsək, o zaman təzyiq azalacaq. Misal üçün, natriumu əgər 4 götürmüşüksə, 4, 4 bu olacaq 2. Kaliumu olduğu kimi saxlasaq. 4 üstə 2, 6 CO2 eləyəcək. 2 üstə 3, 5 molda oksigen eləyəcək. Fikir verin, təzyiq azaldı. Təzyiq deyəndə qazların moluna baxırıq. O zaman deyirik ki, bəli, bərabər götürürüksə dəyişmir. Əgər kalium 2O4-ü çox götürürüksə təzyiq artır. Yenə deyirəm, qazların moluna fikir veririk. Əgər natriumu çox götürürüksə azalır. Yəni, düzgün cavab olacaq. Burada tam görünmür. Aşağı getirin. B variantı olacaq düzgün cavab. Sonra 8-ci sual. 240 qram piritdən, deməli, 240 qram piritdən 60% çıxımı ilə alınan sulfat turşusu
Deməli, sulfat turşusu ilə neçə milli deməli qatılığı 2 olan məhlul hazırlamaq olar? Gəlin baxaq. 240 qram pirit. Biz normalda bilirik ki, burada reaksiyanı elə bu şəkildə yazın. Piritdən H2SO4 alın. 1-i 2 atırıq ki, kükürtlərin sayı bərabər olsun. Bəli, normalda 120-yə 2 mol H2SO4 alınır. Molla getməliyik, çünki burada qatılıq var, həcmi tapmalıyıq. 240-a nə qədər alınmalıdır? X. X bərabər olur neçəyə? 4 mol. Bu 4 mol bizim 100%-imizdir. Amma deyir 60% çıxım var. Yəni 4-ü 60-a vurub. 4 bizim 100%-imizdir, 60-ı tapırıq. Burada nedir? 2/4. Deməli, 2/4 nəyimiz var əlimizdə? Sulfat turşumuz. 2/4 sulfat turşusu var. Deməli, mol 2/4-dür. Qatılıq 2-dir. Bizə nə istəyir? Həcmi. Biz bilirik, S bərabərdir. N bölünsün V düsturundan. S-nin yerinə 2 yazsa, molun yerinə 2/4, V-yi oradan tapanda eləyəcək 1/2 və biz millidir. Biz onu daha doğrusu milliyə çevirməliyik. Minə vururuq, 1200 düzgün cavab edəcək B variantı. Sonra baxaq 9-cu suala. Tərkibində 38% qarışığı olan deməli 1 kiloqram kalsium ortofosfatdan 3 mol ortofosfat turşusu almışıqsa, məhsulun praktiki çıxımını tapın. Tərkibində 38% qarışıq var. 1 kiloqram maddəmiz, yəni 1000 qram. 1000-in 38%-i, yəni 380. Bu qarışıqdır, yaxı 38 qarışıqdır. Görək əlimizdə nə qədər kalsium ortofosfat var. 100-dən, daha doğrusu 1000-dən 380 çıxanda edəcək 620. Bizim əlimizdə 620 kalsium 3, PO4, 2 var. İndi bizə deyir ki, 3 mol. Biz də bilirik ki, kalsium 3, PO4-dən ortofosfat turşusunu alanda H3PO4-dür də. 2 dənə fosfor var axı burada. 2-yə tamamlamaq üçün fosfat turşusunun qarşısına 2 atırıq. Deməli, 620-yə alınmalıdır X, 310-a isə fikir verin, 310-a. Alınır neçə mol? 2 mol. O zaman X-i tapırıq neçə? 4 mol. Alınmalıydı 4 mol. Nə qədər alınıb? 3 mol. Bizdən zaten çıxım istəyir. 4 bizim 100%-imizdirsə, oradan 3 tapırıq. 3x, x də olur 75%. Deməli, biz bunu 75% çıxımla almışıq. Düzgün cavab Y variantı olacaq. Və gəldik 10-cu suala. 50 milli oksigen ozonator cihazından keçirilir. Reaksiyanı yazmalıyıq. Reaksiyanın sonunda 20 milli ozon alınırsa, oksigen neçə faiz ozona çevrilir? Baxırıq, başlanğıc sərf olunan tarazlıq. Biz ozona götürmüşük 50. Düzdür? Əslində heç başlanğıc sərf olunan tarazlıqla getməyə də bilərdik. Ozonu əgər ozondan 20 alınıbsa, baxın reaksiyada O2-dən O3 alırıq. Əgər bundan 20 alınıbsa, deməli oksigendən nə qədər reaksiya? 2-yə 3-dürsə, 20-yə x. X-i tapırıq neçə? 30. 30-u reaksiyaya daxil olub. Əlimizdə nə qədər vardı? 50 milli. 30-u reaksiyaya daxil olub. Bizə deyir neçə faizi çevrilib? 30-u bölürük 50-yə, vururuq 100-ə. Cavab edəcək neçə? 60%. Yəni, düzgün cavab olacaq A variantı. Bəli, bu günlük bu qədər idi. Yenidən xatırlatmaq istəyirəm ki, əgər İstəyir ödənişli, istəyir ödənişsiz dərs qruplarımızda iştirak etmək istəyirsinizsə 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu günlük bu qədər. Hələlik.